Salam əziz dostlar, uzun müddətdən sonra xoş gördük sizi. Bugün maraqlı bir mövzudan, emosional dəstəkdən danışacağıq. Amma əsas qadın və kişilər arasında emosional dəstəyin fərqlərindən danışacağıq. Öncə baxaq görə emosional dəstək nədir? Bir kişinin və ya bir qadının yaşadığı hər hansı bir böhran vəziyyətində, hər hansı bir anlaşılmazlıqda, hər hansı bir emosional təlatümlü dönəmində çevrəsinin ona verdiyi emosional dəstək ona yanında olduğunu hiss etdirəcək, dəstəkləyəcək. Yaxşı, bəs bunlar arasında ən böyük fərq nədir? Ən böyük fərq qadınla kişinin xarakterinə bağlıdır. Qadınlar emosional varlıqlar olduqları üçün emosional dəstək verdiyiniz zaman qadınların daha çox yanında susmanız lazım. Onu dinləməniz lazım. Qadın danışacaq, çox danışacaq, içini boşaldacaq, içindəki təlatümləri boşaltmağa, söyləməyə, ondan qurtulmağa ehtiyacı vardır və qadın danışa, siz onu dinləyici olaraq, dəstəkləyici olaraq, təsdiqləyici olaraq yanında olduğunu müddət ərzində ona emosional yöndən dəstək olmuş, bunu daha da rahatlatmış olacaqsınız. Amma kişilərdə bu belə deyil. Kişilərdə isə tam tərsi. Kişilər emosional durumlarda daha çox xaosa düşür, qeyri-müəyyənliyə düşür və qeyri-müəyyənlik kişiləri sözün mənasında kilitləyir. Və belə olan tərzdə əgər bir kişiyə emosional dəstək olmaq istəyirsinizsə, onun yanında susmayacaqsınız, onun yanında danışacaqsınız. Onu çoxlu suallar verəcəksiniz, dinləndirəcəksiniz, danışacaqsınız. Suallarının cavablarını küçümsəməyəcəksiniz. Əksinə ona nə qədər güclü olduğunu, qeyri-müəyyənlikdə qorxmasının normal olduğunu, xaosda kilitlənməsinin normal olduğunu, bütün kişilərin belə olduğunu ona söyləyərək onda ümumi bir rahatlatma yaratmalısınız ki, öncə həmin kişini o xaosdan çıxaracaqsınız. Həmin kişi o xaosdan öncə bir çıxacaq. Çıxdıqdan sonra, o xaosdan çıxdıqdan sonra bir özünə gəlmə prosesində yanında olacaqsınız. Ardınca isə atacağı addımların planlamasında dəstək olacaqsınız. O zaman o adamı doğru yönə yönəltmiş və onu konkret olaraq emosional yöndən dəstəkləmiş olacaqsınız. Yox, bir kişi emosional bir qeyri-müəyyənlik yaşayırsa, deyək ki, ayrılıq yaşayırsa, o kişinin yanında gedib sadəcə susmaq, yanında oturmaq o kişiyə mənəvi əzabdan başqa bir şey deyil. Çünki sizin onun yanında susmanız onun əksinə ittiham elədiyinizi hiss etdirəcək. Onu günahkar hiss etdirdiyinizi düşündüyünüz, günahkar olduğunu düşündüyünüzü hiss etdirir. Ona görə danışmanız belə olmadığını, onu dəstəklədiyini, yanında olduğunuzu ona sözlə ifadə edir. Qadınlarda isə dediyim kimi tərsinədir. Qadınlarda əgər bir qadının yanına gedib onu emosional dəstək vermək üçün danışmağa başlasanız, onu günahlandırdığınızı hiss edəcək, sanacaq və özünü müdafiə edəcək. Ona görə də bir qadına emosional dəstək verməyin birinci yolu onun yanında susmaq, ona fiziki təmas göstərmək, yəni imkanı varsa, çox yaxınsınızsa, rəfiqəsinizsə, onu mümkünsə qucaqlaya bilərsiniz, amma susmanız lazım. O danışacaq, siz dinləyəcəksiniz, təsdiqləyəcəksiniz. Yəni, hər ikisini emosional dəstək vermək istəyirsinizsə, ikisinə də fərqli davranacaqsınız. O zaman hər ikisində effektiv nəticə ala bilərsiniz. Daha bir videonun sonuna gəlirik dostlar. Gələn videoda görüşürüz.